Salam əziz izləyicilər, əziz möminlər. Hər birinizi İmam Rıza əleyhissalamın mübarək mövlüdü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Həzrəti İmam Rıza əleyhissalamdan mübarək bir hədisi siz əzizlərimə bayramlıq hədiyyəsi olaraq ünvanlayıram. Həzrəti İmam Rıza əleyhissalamdan sual eləyirlər ki, seçilmiş bəndələrin xüsusiyyətləri haqqında bizə söylə. Həzrəti İmam Rıza əleyhissalam buyurur ki, onlar yaxşılıq etdikləri zaman sevinərlər. Haçan yaxşılıq etsələr, bu yaxşılığın sevincini bütün varlıqları ilə dərk eləyərlər. Başa düşərlər ki, bugün Allahın mənə bir feyzi, inayəti, lütfü nəsib oldu ki, mənim əlimdən bir bəndəsinə xeyir yetişdi. Və ardıca Həzrət buyurur ki, pislik etdikləri zaman isə istiğfar edərlər. Günaha mürtəkib olan zaman, günaha bulaşan zaman peşman olarlar. Həm qəlblə, həm də Allahın huzurunda göz yaşı töküb etdikləri o pis əmələ görə, o günaha görə tövbə göz yaşı tökərlər. Və ardıca buyurur ki, əta etdikləri vaxt şükr edər. Kiməsə nəsə versələr, kimə nəsə ehsan eləsələr, bunun üçün Allaha təşəkkür eləyərlər, şükr eləyərlər və mübtəla olduqları zaman səbr edərlər. Yəni, hər hansısa bir çətinlik, bəla, imtihan olaraq üz versələr, səbirli özlərini Allaha təqdim eləyərlər, göstərərlər və qəzəbləndikdə isə əfv edərlər. Qəzəbli halda bağışlayarlar. Qəzəblərini rəhmət ağuşuna açmaqla, rəhm eləməklə, mərhəmət göstərməklə qəzəblərini söndürərlər. Bu, yaxşı insanların xüsusiyyətidir ki, İmam Rıza əleyhissalamın mübarək hədisi ilə bizə çatdırılır. Allaha and verirəm, İmam Rıza hörmətinə bu deyilən fəzilətli sifətləri bizə nəsib eləsin.